Faxralı kimi bir bulaq var. Nəbiyəm dərsini oxudum kamil, kəndim ustad olsa mən oğlam qail. Yolum düşsə təşbihidir İstanbul, Faxralı təşavür elim var. Ağır elli Faxralıdan qaynaqlanmış. Və bu elə, bu elin xoşbəxtliyinə, bu el necə Allahın əziz bir elidir. Orada necə əziz bəndələr yaşayır ki, Səməd Vurğun Faxralıya özü də məhz Söyğulu müəllimin məktəb direktoru olan vaxtında Faxralıya getmiş. Allah rəhmət eləsin bütün keçənlərə, Hacı müəllimə də, yəqin ki, burada eləşənlər tanıyır. Hacı müəllim özü söhbət edir, xoşbəxtlikdir. Getdim deyir, mən Tiflisə gedəndə gördüm, 3-4 nəfər Habediyə sökənib dayanıblar, işlərində Səməd Vurğunu tanıdım. Ədəblə bunlara bir salam verdim. Salamımı qəbul elədirlər. Rəhmətlik də çox belə yarı yaraşıqlı oğlan idi Hacı müəllim. Gəncə Qazaq bölgəsində Kommunist qəzetinin müxbiri olubdur. Soruşu deyir bizdən ki, məndən soruşdu ki, sən hansı kənddənsən, hansı eldənsən? Deyir, mən Faxralıdanam. Sizi dəvət eləyə bilərəm Faxralı xəngəlinə. Elə bil mənim qismətim idi, deyir. Səməd Vurğun deyir, soruşdu ki, bizim nə qədər vaxtımız var? Deyirlər ki, deyir, bir xeyli vaxtımız var. Deyirlər ki, gedək. Elə deyir, mən də o əyləşdim Habediyə, gəldik Faxralı evinə. Söyğulu müəllim rəhmətlik deyir, bizi qarşıladı, məclis quruldu, Aşıq Nəsir gəldi. Yenə doğrudan da heç bir təhsil almadan, fitri istedadınla, Allahın verdiyi payla yetişən bir şair nəvi. Mənasız, münasibsiz sözü bilmənin faydası nə? İzinsiz, təklifsiz məclisə varmanın faydası nə? Uzaqda olan hər caydan düşmə qəm girdabına, ağıl ucundan sonra peşman olmanın faydası nə? Yarı gördüm bağ içində ötördü bülbül kimi, bircə saat görməyəndə günüm keçər il kimi, bir könül ki fərəhlənib açılmaya gül kimi, arsız-arsız evcimə gülmənin faydası nə? Şair nəvi bu şərtini eylər məyin mətnini, bircə sahar fikir versən, sən bilərsən zatını. İslam olan yaxşı bilə şəriətin şərtini, ibadətini yağ üçün qırmanın faydası nə? Və başladı Aşıq Nəsir şair nəvinin dünya şeirini oxumağa. Mən də həmin şeiri sizin diqqətinizə çatdıracağım. Doğrudan da dünya şeirlərini, ilk şeirini Xəstə Qasım yazır. Və burada bütün varlığı ilə şair nəvi deyərlər, dünyanın nə olduğunu çox gözəl açıqlayıb və Səməd Vurğun Söyğulu müəllimə tapşırıb bu şeirə görə ki, şair nəvinin şeirləri toplansın. Mən indi şair nəvinin həmin dünya şeirini sizin diqqətinizə çatdıracağım. Çıkmadı işlerine babam, ey bir yana dünyada menzilin belli verir. Ele mekan
Mavişlerin bir yana dünya. Ne menzilim belli ne de mekanım, cadalar düşürdü her yana dünya. Ruzi'de bellidir, əsrdə yaylar, ötür ömrümüzdən həftələr aylar. Keçir həyalımızdan əlvan saraylar, dönübsən qızılan Mərcana dünya. Gelenler gelince bir sen bildi, çoxumdan ağladıyorum. Yazımda güldüğüne gelenler geldi ama ne gelen yok. Ne gelenler geldi ne gelen yok. Budur itibar insana dünya, ne kar ya hallar ne kar ya. İdim eyla halımız, ne kar yatar lambaları. Gelenler gelince biz seni bildi, çoxunda ağladı, ağzında güldü. Ne gidenler geldi, ne gelen kaldı, budur itibarın insana dünya. Burazın ətrafda dili bozaqda, axırda körgülər güldan israfdır. Qılıncın qınsızdır, qolun qüvvətdir, baxmırsan qocaya, cavana dünya. Eyler cahana ömür keçliyorum. Sığınmadım safana innem bele yapamam. Ne inan var Allah'a. Sübhanadır, el yerin, el yurdun, el yerin. Ele bir merdiven karvan çöştü, bir merdiven karvan çöştü. Arkasından her yerin. Şair Nəbi cəhd eylədi cəfana, ömür keçdi sığınmadım safana. İnnəm belə inanmaram qafana, sidqinə sığınram, sübhanədim.